Məsum imamlarımız öz etiraflarında Allahla necə ünsiyyət qurmağın, üslubun, yolun öyrədiblər. Məsələn, müraciətdə İmam Zeynul Abidin ağa buyurur ki, İlahi, keyfə əd'ukə ənə. Allah, mən istəyirəm səndən bir şey istəyəm. Amma yadıma düşür ki, axı mənəm, özümü tanıyıram. Axı səndən nə üzlə bir şey istəyim? Məni bağışla deməyə üzüm yox. Mən elə bir səhv eləmişəm, onu deyə bilmirəm. Deyir Allah, mən o qədər günahlar eləmişəm, istəyirəm deyəm məni bağışla. Amma yadıma düşür ki, axı mənəm. Biraz keçir, deyir ruhlanla düşünürəm sənin barəndə ki, və keyfə aqta'u rəcai minkə və əntə ənt. Allah, bəs ümidimi də səndən necə kəsim ki, sən də sənsən. Həmi etirafın acizliyini, həm də Allahın əzəmət və qüdrət. Son sözlə sözümü bitirim. Duanın ardında buyurur ki, İlahi, əntə tərhamu mən ləm yətəzarra iləyik. Allah, sən elə bir varlıqsan ki, sənə yalvarmayanı bağışlayırsan. İndi mən səhvimi başa düşüb, günahımın fərqində olub, sənə yalvarsam, məni bağışlamazsan. Bu ayda Əhl-i Beyt əleyhimussalamları da vəsilə bilib bağışlanmaq üçün Allahdan istəmək daha dolğun, daha tutarlı olur. Hacı, çox təşəkkür edirik sizə bu könül oxşayan çıxışınıza görə. Həqiqi mənada çox mühüm nöqtələr və maraqlı məqamlar açıqladınız ki, bu mübarək ayda, bu mübarək, müqəddəs günlərdə tamaşaçılarımız üçün də çox faydalı olacağını, eləcə də sizin çıxışınızdan fayda götürüb öz əməllərinə, öz niyyətlərinə və öz itaətlərinə, ibadətlərinə qatqı qatacaqlarını ümid edirik. Allah razı olsun. Allah bu ümiddə bizi yanıltmasın. Allah bütün etdiyimiz dua və əməllərimizi ali dərəcədə qəbul eləsin. Amin. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Siz sağ olun.